Salam əziz izləyicilər, mən FCA Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Arifə Mahmudova. Bugün sizlərlə güvənin növbəti bir sınağına baxacağıq. 11-ci siniflər üçün nəzərdə tutulub. A variantıdır. Sınaq 7. Azərbaycan dilindən nümunələrin birində cümlə üzvünün əlavəsi işlənməyib. Biz bilirik ki, xitab və ara sözlər cümlə üzvü sayılmır. Və cavabımız A variantıdır ona görə də. Nəyə görə? Arif, gözəl bala, sən niyə bizimlə getmirsən? Arif xitabda, onun əlavəsi gözəl bala və biz bilirik ki, bunlar cümlə üzvünün əlavəsi versiyasında işlənmir. Bugün özümü qəribə hiss edirəm. Necə? Nə tərzdə qəribə? Necə? Nə tərzdə yorğun və üzgün? Burada zərfliyin əlavəsi var. Burada, harada? Burada yer zərfliyidir. Kəndin ortasında yer zərfliyinin əlavəsidir. Bu Nərgizdir. Kimdir? Nərgizdir. Mənim ən sadiq dərd ortağımdır ixtisar olunub. Burada da gördüyünüz kimi ismi birləşmədi. Mənim dərd ortağım. Ümumiyyətlə xəbərin əlavəsi kimidir. Nərgiz. Burada da dır, durdur olmalıydı. Ona görə bu da getdi. Yəni yerinə qoya bilirik. Bizi, kimi, bizi tamamlıqdır. Məzunları tamamlığın əlavəsidir. Bu da var. 32-ci testə baxırıq. Cədvəldəki yanlışlıqları müəyyən eləyək. Kədərini bildirməmək üçün zorla gülümsündü cümləsində məqsəd zərfliyi işlənib. Mən bildirmişdim ki, magmək üstəgələk üçün ötürü görə qoşmaları bərabər olur məqsəd zərfliyinə. Bu doğru bir ifadədir. Bizdənsə yanlışlıqları istəyir müəyyən eləyək. Gəlin birləri çıxaq. Bir axı doğrudur. 2-də deyir, dərsdən sonra qızları başına yığıb həyətdə gəzərdi cümləsində tamamlıq işlənməyib. Nə edərdi? Gəzərdi. Harada gəzərdi? Zərflik həyətdə gəzərdi. Nə vaxt, nə zaman? Dərsdən sonra qızları başına yığıb, yəni yığaraq. Bu da gördüyünüz kimi feili bağlama tərkibidir və bütövlükdə cümlənin zərfliyi olmuş oldu. Burada tamamlıq işlənməyib deyir. Doğrudur, tamamlıq işlənməyib. Amma qabağında yanlış yazıb, doğru yazmalıydı. Ona görə də 2-ni götürməliyəm. Bu səhv cavabdır. Ona görə B-də getdi. Cavab ya C-dir, ya da Y-dir. 3-ə baxıram. 3-də deyir ki, çirkin olduğuna görə əvvəllər heç kəs ona məhəl qoymurdu. Cümləsində səbəb zərfliyi dıq üstü 4 üstə gələn mənsubiyyət şəkilçisi. Ümumiyyətlə, feilli sifətin şəkilçisidir bu. Bəzi versiyalarda dığım, dığım, duğum da olaraq keçir. Feilli sifət üstə gələk üçün ötürü görək isə səbəb zərfliyi olmuş olur. Yəni, bu hissədən söhbət gedir. Çirkin olmaq mürəkkəb feildir. Feilli sifət tərkibi isə söz birləşməsidir konkret olaraq. Yəni, biz bunu səbəb zərfliyidir, feilli sifət tərkibi ilə ifadə olunub. Axı, feilli sifət tərkibi ümumiyyətlə söz birləşməsidir, amma bu isə nitq hissəsi kimi gedir. Ona görə də burada doğru yox, yanlış yazılmalıydı. 3-ü götürəcəyik, cavabımız elə səhv cavab C variantı olmuş olacaq. Atını minib kəndin arası ilə çapanda ona həsəd aparırdılar cümləsində tərz hərəkət və zaman zərfliyi işlənib. Gəlin, baxaq görək, nə edərdilər? Həsəd aparardılar kimə? Ona tamamlıq. Baxaq görək, burada atını minib kəndin arası ilə çapanda. Burada bir tərkib gözümə yetdi, gördüm tez, gözümə dəydi. Nə zaman həsəd aparardılar? Atını minib kəndin arası ilə çapanda zərfliydi bunlar bütövlükdə. Amma ki, burada zaman zərfliyidir. Burada tərz hərəkət zərfliyi yoxdur və qabağında da yanlış fikirdir deyə qeyd olunub. Bəli, bu da doğrudur əslində. Bunu da götürmürük. 33-cü testə baxırıq. Hansı cümlədə ilk isim adlı halda işlənir? Cavanlar ona əl çalar, qocalar narazılıqla deyinərdilər. Mən baxıram ki, burada ümumiyyətlə isim görmürəm. Bəziləri cavanlar sözünü çaşıb isim götürür. Yox, bu substansivləşmədir, sifətin isimləşməsidir. Amma sifət isimləşsə belə yenə də nitq hissəsi olaraq, nədirsə olaraq qalacaq. Burada ümumiyyətlə isim yoxdur. O, rayon mərkəzində ilk isimdir, adlı halda işlənib. Burada o əvəzlikdir, şəxs əvəzliyidir, rayon mərkəzidir burada ilk ismi birləşmə. Bu da ikinci nöqtəyini söz birləşməsidir. İkinci nöqtəyini söz birləşməsinin də birinci tərəfi qeyri-müəyyənliyi bildirən yəli halda olur ümumiyyətlə. Adlığa heç uyğun gələ bilməz. Pulu tapa bilmədim. Nəyi tapa bilmədim? Pul tapa bilmədim. Yəni pulu. Fantaziyamda unu qoyuram ora. Bu qeyri-müəyyənliyi bildirən təsirlik haldadır. Ona görə bunu da çıxıram.
Qızım, özün bilirsən ki, səni nə zəhmətlə böyütmüşəm. Qızım sözü xitabdır gördüyünüz kimi və xitablar daha çox adlı halda olan söz və söz birləşmələrinə uyğun gəldiyinə görə elə cavabımız D variantı olmuş olacaq. Biz ürək döyüntüsü ilə qapıya yaxınlaşan səsi dinləyirdik. Biz sözünü çıxıram çünki bu əvəzlikdir. Ürək döyüntüsü, yəni ürəyin döyüntüsü rayon mərkəzi kimidir. İkinci növ təyini söz birləşməsidir və daha çox birinci tərəfi qeyri-müəyyənlik bildirən yəlik hala uyğun gəlir. Keçid alaq digər testimizə. Nərgizin həyatı bəlkə belə sakit keçəcəkdir. Ancaq İmranın gəlişindən sonra hər şey dəyişdi. Düzgün fikirləri bizdən istəyir. Birinci bu cümlə buna aiddir, Nərgizə aiddir. 4 bucaq olansa ancaq İmranın gəlişinə aiddir. Müəyyən şəxsli sadə cümlədir. Hər ikisi müəyyən şəxslidir ümumiyyətlə bu cümlələrin. Bir, ortağa bura yazılmalıydı, səhv yazılıb. Ona görə bir olan cavabları gəlin ataq. Tərzi hərəkət zərfliyi işlənmişdi. Sırf birinci cümlədə necə keçəcəkdi? Sakit keçəcəkdi. Bəli, sakit sözü tərzi hərəkət zərfliyidir. Ümumiyyətlə, 2 hər bir cavabda var. Məntiqən də götürsək, 2-ni mütləq götürməliydik. Heç eləməyə də ehtiyac yoxdur. 3-də deyir, ikinci dərəcəli üzv, yəni tamamlıq, təyin, zərflik söz birləşməsi ilə ifadə olunmuşdur. Gəlin baxaq, ikinci dərəcəli üzv deyir. Nərgizin həyatı bəlkə belə sakit keçəcəkdi. Nə? Nərgizin həyatı. Burada söz birləşməsi ilə ifadə olunan baş üzvdür, mübtədadır. Amma birinci cümlədən söhbət gedir. İkinci cümləyə baxaq. Ancaq İmranın gəlişindən sonra hər şey dəyişdi. Hər şey nə vaxt, nə zaman dəyişdi? İmranın gəlişindən sonra. Gördüyünüz kimi burada zərflik özünü göstərir. 3-ü götürməliyəm. 2-3 mütləq olmalıdır. D variantı da getdi. Ortaqda baxın deyir ki, 2 köməkçi nitq səsi işlənmişdi. Birinci cümləmdə bəlkədir, modal sözümdür. Bir də nə var? Amma o birisində ancaq, sonra gördüyünüz kimi bu sözlər var. 2 dənə köməkçi nitq hissəsi və ortağa yazıb. Amma birinci cümlədə axı bir dənədir. Ona görə də bu da səhv fikirdir. B variantında çıxırıq. İkinci dərəcəli üzvlərdən ikisinə aid nümunə yoxdur. Nərgizin həyatı bəlkə belə sakit keçəcəkdir. Burada fikir verirsinizsə, birinci cümlədə də nə təyin var, nə tamamlıq var, zərflik iştirak eləyir hər birində də. İkinci cümlədə də yəni nə təyin var, nə də tamamlıq var. Yenə də ikinci cümlədə də gördüyünüz kimi ancaq zərflik iştirak eləyir. Ona görə də altını götürməlisiniz. Bir dəqiqə. Cavabınız olacaq Y variantı. 35-ci testə baxırıq. Ümumi şəxsli cümlələri müəyyən edin. Ümumi şəxsli cümlələr nədir? Elə bilin ki, burada bir ümumluq özünü göstərir. Bu sırf sizə aid olan bir şey deyil. Yəni ümumi hamıya aid olan bir şeydir. Heç belə adamın xətrinə deyərlər. Belə cümlənin xəbəri üçüncü şəxsin cəminə aid ola bilər, ikinci şəxsin təkinə aid ola bilər. Baxıram, heç belə adamın xətrinə deyərlər. Ümumi şəxsli cümlədir. Biri götürməliyəm. C variantı getdi, Y variantı getdi. Daha sonra adamı dar gündə sınağa çəkərlər. Gördüyünüz kimi 2-ni də götürməliyəm. Cavabımız olacaq B variantı. İnsanlar səhvlərini düzəltməlidirlər. Kim? İnsanlar. Burada konkret olaraq bir nəfərə aid oldu, insana aid oldu. Səbr edənlər nəticəsini görərlər. Kimlər nəticəsini görər? Səbr edənlər kim? Burada da şəxsə aid oldu, amma digərlərində gördüyünüz kimi yox. Cavabınız B variantı. Keçid alaq 36-cı testdə. Hansı cümlələrdə feillər yalnız məlum növdə işlənmişdir? Məlum növün heç bir şəkilçisi yoxdur. Yəni, feillər də mütləq sizə demişəm ki, hansısa qrammatik məna növündə olmalıdır. Gəlin, indi baxaq. Təzə paltarlarından birini çıxarıb bacısına geyindirdi. Bacısı özü geyinmədi ki, o geyindirib də bacısına, elə deyilmi? Və bu məlum növdədir. Biri götürməliyəm. Avtomatik A, D çıxdı. 2-dədir, geri çəkildi, çəkməkdən çəkilmək və o özü öz ayağı ilə geri çəkilir də, qayıdış növü mənasına uyğun gəlir. İşi hərəkəti özü öz üzərində icra eləyib. Ona görə də 2-ni götürməyəcək. Cavabımız avtomatik oldu. C variantı. Bir neçə gün gözləmiş, axırda da acıqlanıb özü
kəsmişdi. Gördüyünüz kimi kəsmək sözün köküdür, miş qrammatikdir, zaman da deyilsə idinin qısaldılmış versiyasıdır. Burada da gördüyünüz kimi heç bir feilin qrammatik məna növünün şəkilçisi yoxdur deyə məlum növdədir. 5-də də hər axşam güzgünün qabağında durub diqqətlə özünə baxırdı. Baxmaq sözün köküdür, zaman şəkilçisidir, d isə idinin qısaldılmış versiyasıdır, hissəcikdir. Burada da heç bir belə deyək, qrammatik məna növünün digərlərinin şəkilçisi yoxdur deyə məlum növ deyirik. Cavab C variantı. 37-ci testə baxırıq. Dodaqlanan sözündə olan, amma dodaqlanmayan sözündə olmayan xüsusiyyəti müəyyən edin. Bu arada bunlar qarışıq düşüb, edin. Hərflərlə səslərin bərabərliyi. Yəni nə səs düşümü var, nə səs artımı var. Belə bir şey yoxdur deyə hərflərlə səslər bərabərdir. Bu doğrudur. Kar samitlərin cingiltili samitlərdən çoxluğu. Sizcə dodaqlanan və dodaqlanmayan, dodaqlanmayan bu versiyada tələffüz olunur. Burada axı kar samit bir dənə x-dır. Ona görə də bunu qeyd eləyə bilmərik. Saitin yazıldığı kimi tələffüz olunmaması. Xeyr, saitlər eyni qaydada dodaqlanan sözündə eyni qaydada tələffüz olunur da gördüyünüz kimi. Gördüyünüz kimi, kar cingiltili samit cütlüyü işlənməməsi. Dodaqlanan sözündə axı bu yoxdur. Burada deyir ki, burada bu var. Amma bu yoxdur axı. Ona görə bu da çıxdı. Cavab Y variantıdır. Yalnız açıq saitlərin işlənməsi. Açıq saitlər hansılar idi? A, E, Ə, O və Ö. Dodaqlanan sözündə bunlar var. Həqiqətən də dodaqlanmayan sözündə olmayan. Yalnız açıq sait deyil. Çünki dodaqlanmayan, orada ı-nı da biz görürük. Ona görə də burada qapalı saitdə eyni zamanda işlənib. Cavab olacaq Y variantı. Keçid alaq digər testimizə, 38-ci testdə. Bunu ümumiyyətlə üstündə çox durmağa ehtiyac yoxdur. Mən öyrədəcəm bunu necə tapırsınız. Tamamlıq nə sualına cavab verir? Tamamlıq təsirli yala uyğun gəlir, bilirsiniz. Və təsirli yal nə zaman nə sualına cavab verir? Qeyri-müəyyənlik bildirən təsirlik olanda. Burada da qeyri-müəyyənliyi bildirən təsirlik hansıdır? Oyunçular sözüdür. Çağırmışdılar kimi? Oyunçuları. Fantaziyamda ı-nı qoya bilirəm. Deməli, bu qeyri-müəyyənliyi bildirən təsirli yaldır və qeyri-müəyyənliyi bildirən təsirli yal şəxs anlayışı bildirsə belə yenə də nə sualına cavab verir? Cavabınız qısa və konkret B variantı. Keçid alaq digər testdə. Aşağıdakı cümlələrin birində həm nitq hissəsi, həm də söz birləşməsi ilə ifadə olunmuş zərflik vardır. Biz vətəni müdafiə etmək üçün vuruşuruq. Nə edirik? Vuruşuruq. Kim? Biz. Biz nə məqsədlə vuruşuruq? Vətəni müdafiə etmək üçün. Burada gördüyünüz kimi cavabımız olmayacaq. Çünki burada söz birləşməsidir də. Daha sonra susuzluqdan ağzı qurumuşdu. Nə etmişdi? Qurumuşdu. Nə ağzı? Nə səbəbə qurumuşdu? Susuzluqdan qurumuşdu. Burada gördüyünüz kimi nitq hissəsidir. Səlim dünən tarladan qayıdır. Nə edirdi? Qayıdırdı. Kim? Səlim. Nə vaxt, nə zaman? Dünən. Haradan? Tarladan. Burada gördüyünüz kimi 2 dənə zərfi var. İkisi də nitq hissəsi ilə ifadə olunub deyə bunu götürmərik. Deyə baxaq. O kədərini pərdələmək üçün gülə-gülə ağlayırdı. Təkrarlanan bir testlərdən, bir belə deyək cümlələrdəndir. Nə edirdi? Ağlayırdı. Kim? O. Gülə-gülə eyni feilin üstündə ə görürsünüzsə və ara qərəklə əvəz eləyə bilirsinizsə feili bağlamadır. Yəni gülərək ağlayırdı. Gördüyünüz kimi nitq hissəsi ilə ifadə olunub. Nə məqsədlə? Kədərini pərdələmək üçün. Burada da söz birləşməsi var gördüyünüz kimi. Cavabınız elə olacaq D variantı. Hər ehtimal biz digər cümləmizə də baxaq. Dolu idi. Nə? Dağın ətəyi, dağların ətəyi. Nə ilə? Qarla. Nə vaxt, nə zaman, qış, nə səbəbə daha doğrusu qış bərk gəldiyi üçün. Bu versiyadadır, yəni bunu da götürməyəcəyik. 40-cı testə baxaq. Sözlərlə bağlı uyğunluğu müəyyən eləyək. Pozanda, qazanda və qeyd eləyək, baxaq görək. A-ya baxaq. 2 fərqli leksik mənada olan söz kimi düşünülə bilər. Bəli, tamamilə
doğrudur. Pozanda bir var, pozan sözün özüdür, belə deyək də, isimdir. Bir də var ki, pozanda nə isə pozmaq feil kimi. Qazanda ifadəsini bir var qazan, qab, boşqab, bu versiya hardasa tava, bu versiyada düşünə bilərsiniz. Bir də var hər hansı qazmaq mənasında. Bir isim, bir feil kimi düşünə bilərsiniz. İki fərqli leksik mənada olan söz kimi düşünülə bilər. A variantı ikisinə də aid oldu gördüyünüz kimi. Gəlin 2-yə A variantını yazaq. Ona görə C variantı getdi, Y variantı getdi, D variantı getdi. Cavab ya A-dır ya da B. 2-də deyir, tərkibində həm leksik, həm də qrammatik şəkilçinin olduğu düşünülə bilməz. Həm leksik, həm qrammatik şəkilçi bu 1-ə aid olacaq. Nəyə görə? Çünki pozanda, pozmaq sözün köküdür. Pozan, an, leksik şəkilçi, lekda, qrammatik şəkilçi. Bir də var pozanda. Bu versiyada düşünə bilərsiniz. Yəni anda, bir də var qazan, qazanda və bir dənə də andanı feili bağlama şəkilçisi kimi düşünsəz və yenə də bu bütövlükdə qrammatik şəkilçi olmuş olacaq. Ona görə 1-ə ancaq sırf B-yə aid olacaq. Hələ ki eyni gedir gördüyünüz kimi. C-də deyir, iki müxtəlif cümlə üzvü kimi işlənə bilir. Hər ikisi bayaq qeyd elədim axı, isim kimi işləndi. Feili bağlama kimi də, anda, əndə feili bağlama şəkilçisi kimi də düşünə bilərik biz bunu. Deməli, C variantı da hər ikisinə uyğun gəlir deyə avtomatik cavabımız oldu. A variant. D-ni bəs nəyə görə düşünürük? Quruluşuna görə, quruluş sadə düzəltmə mürəkkəbliyindən söhbət gedir. Quruluşuna görə iki cür düşünülə bilər. Bu arada bir sual verim sizə. Quruluşuna görə ifadəsindəki görə nədir? Qeyd eləyərsiniz, zəhmət olmasa rəy bölməsində. İki cür düşünülə biləni D variantı oldu. Axı bayaqları dedik. Ona görə də cavab avtomatik A variantı. Belə bir mətnimiz var gördüyünüz kimi. Xəyanət cəzasız qalmaz. Gəlin oxuyaq. Sultanım xanım şəhərin müdafiəsi üçün tədbirlər tökürdü. Bu zaman qasidin gəldiyini və Qazi bəylə görüşmək istədiyini dedilər. Sultanım xanım məşqlər zamanı əynində geydiyi süvari paltarını geyindi və qasidlə görüşmək üçün Qazi bəyin qəbul otağına keçdi. Burada Bakı darğası Əbdülfəttah bəyi qasidlə yanaşı dayanan gördü. Bir neçə cavan sərkərdə isə Qazi bəyin dostları idi və Sultanım xanımı tanıyırdılar. Kişi geyimli Sultanım xanımın şəhzadə Qazi bəy kimi daxil olması cavanları heyrətləndirsə də, onlar qasidin yanında bunu üzə vurmadılar. Qasid irəli gəldi, sinəsini qabağa verib əda ilə dilləndi. Mən hökmü Ərdəbildən Ərzincana, Şirvanşahlıqdan Şama işləyən Qiblə-i Aləm Şah İsmayıl tərəfindən hüzurunuza təslim tələbi ilə göndərilmişəm. Sultanım xanım təmkinlə dedi, sən nə cürətlə 700 illik Şirvanşahlar xanədanına meydan oxuyursan? Bu sarayda təslimdən danışırsan. O xanədanın çırağı sönüb, Qazi bəy. Bəs cəmaat? Onların təslim olmaq istəyib istəmədiyinin əhəmiyyəti yoxdur. Qasidin həyasızlığı o dərəcəyə çatdı ki, cavab qaytardı. Cəmaat kimdir ki? Nədir? Sultanım xanım gözlənilməz bir hökmlə əlini qaldırdı. Aparın, meydanda asın, günahını da carçılar desin. Qoy bəyənmədiyi cəmaat onu öz gözü ilə görsün. Qərarın qətliyinə inanan qasid yalvarmağa başladı. Sultanım xanım qaşlarını çatdı. Sən hələ qorxaqmışsan da, bir qaşıq qanından ötürü sürünmə. Danışdığın kimi mərdanə ölməyi bacar. Elçi aparılandan sonra Əbdülfəttah bəy dedi, xanım, heç yaxşı iş görmədiniz. Niyə? Deyə Sultanım xanım maraqla soruşdu. Şirvanşahları alçaldan, cəmaatımızı bəyənməyən bir qasidə aman verəydik. Axı bir nəzərə alın ki, üstümüzə gələn Şah İsmayıldır. Onun qəzəbindən qorxun. Sizin qaynatanız Fərrux Yasar Cabanıda həlak olub. Əriniz Şəhzadə Qazi bəy ortada yoxdur. Axı dava şava kişi işidir. Ya şəhəri təslim elə, ya da Qazi bəyin yerini de. Bu sözləri deyəndə Darğanın qorxudan əlləri əsir barmaqları titrəyirdi. Ancaq aldığı ənamlar, verdiyi yağlı sözlər onun öz canı ilə oynamasına bais oldu. Sultanım xanım üzüklü sağ əlini qaldırıb qeyzlə dedi, mənim Şahzadə adından danışmağa səlahiyyətim var. Amma qoy sənə bir misal çəkim. Deyirlər, qədim zamanlardan məğlub bir padşah qalibin yanında çox ürəklə danışırmış. Bunun səbəbinin məqsədini axtarırlar. Axırda dünya görmüş bir qoca deyir, baxın, görün. O şah harada dayananda ürəkli danışır və həmin yeri qazın. Növbəti danışıq zamanı şahın durduğu yeri qazırlar. Həmin yerdən xeyli qızıl küp çıxır. Məlum olur ki,
məğlub şahı danışdıran üstündə dayandığı xəzinə imiş. İndi mən də əmin oldum ki, səni danışdıran düşməndən aldığın hədiyyələrdir. Yoxsa buranı tamamlamalıyıq. Əbdülfəttah bəy, dəhşətdən bu hissəni də tamamlamalıyıq. Darğa xanımın ayaqlarına döşəndi. Bağışla məni, Sultanım xanım qışqırdı. Mən söz xatirinə demişdim, bəy. Sən isə bilmədən özünü ələ verdin. Xəyanətini özü etiraf edəndən sonra casusun, bu arada casus sözünə diqqət edin, bu versiyada yazılır. Hamısı bəziləri cəsus deyə bilir bunu. Doğma yurduna məğlubiyyət arzu edən xainin cəzası ölümdür. Aparın, Darğanın xəyanətini xalqa elan edin. İndi isə ağalar, buyurun. Məşvərətə görə şəhərimizi necə müdafiə edək? İndi bu mətnə aid, mətni belə saxlayıram. Özünüz də yandırıb oxuya bilərsiniz. 41-ci testə nəzər salırıq. Mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. 41-ci testdə qeyd edir ki, mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən eləyək. Sultanım xanımın fikirlərinə uyğun gələn hikmətli kəlam, yəni uyğun gəlməyəni seçməliyik ki, burada uyğunsuzluğu müəyyən eləmiş olaq. Deyir, ən təsirli intiqam bağışlamaqdır. O, axı orada bağışlanmır, elə de, bağışlamır da onların heç birini. Hətta göstərir ki, cəzalandırır. Yəni, bu uyğunsuz fikirdir onun üçün. İkinci isə xain xoflu və qorxaqdır. Qorxaq olar, bu Darğaya aiddir. Yəni, biri seçməli idi, o onlara heç birini bağışlamırdı. A çıxdı, Y çıxdı, C çıxdı. Biri mütləq götürməliyik. 3-ə və 4-ə baxmaqla indi müəyyən eləyəcəyik bunu. Deyir, Sultanım xanımın davranışı ilə ziddiyyət təşkil edən hikmətli kəlam uyğunsuzluğu istəyir bizdən. Burada isə bizdən uyğunsuzluğu istəyir deyə, deyir, elçiyə zaval yoxdur. Bunu hardasa aid eləyə bilərik. Amma ki, ləyaqət əsil nəsəblə deyil, ağıl və ədəblədir. Yəni, 3-dəki ifadə elçi yazıq neynəsin ki, ona da kimsə nəysə buyurur, o da gedir onu kiməsə bildirir. Amma 4-də deyir, ləyaqət əsil nəsəblə deyil, ağıl və ədəblədir. Bunun su dəxli yox idi bura. 1 və 4 cavab olacaq D variantı. 42-ci testə baxırıq. Mətndə çərçivə daxilində hansı cümlə yazılsa, həm məzmun, həm də üslub baxımından uyğun olar. Üslubu bədii üslubdadır. Biz gördük, oxuduq. Çərçivə daxilində hansı cümlə yazılsa, düşməndən yoxsa, indi mən də əmin oldum ki, səni danışdıran düşməndən aldığın hədiyyələrdir, yoxsa nöqtələr qoyub Əbdülfəttah bəy, yoxsa soğan yeməmsən üçün niyə göynüyür Əbdülfəttah bəy? Obrazlı bir ifadə lazım idi. C variantı uyğun gələcək. Keçid alaq digər bir testimizə. 43-cü testdə cədvəldən mətnlə bağlı uyğun fikirlərin müəyyən eləyin. Doğru xanasında doğru, yanlış xanasında isə yanlış fikir yazılmalıdır. Sultanım xanım danışdığı əhvalatla Darğanın iç üzünü ifşa etməyi bacardı. Bu doğru xanasında yer alıb, həqiqətən də orada danışılanda biz görürük bunu. Bir doğrudur. Bir olan mütləq cavabımız olmalıdır. 2-dədir, Sultanım xanım içəri girəndə hamı onu Qazi bəy zənn etdi. Yox. Yəni, Qazi bəy, bu belə bir şey baş vermədi axı. 2-ni götürmürük ona görə. 3-dədir, Sultanım xanım Şirvanşahlar xanədanının gəlini idi. Bu doğru fikirdir ki, Sultanım xanım Şirvanşahlar xanədanının gəlini idi. Ona görə 3-ü götürə bilmərik. Yanlış fikir olmalıdır burada. 4-də deyir ki, qasid qarşısındakının qadın olduğunu görərək daha çox cəsarətlənmişdi. Yox, belə bir şey yox idi. Axı qasid onu belə deyək də tanıyırdı, bilirdi də. Ona görə də 1 və 4 cavab olacaq D variantı. 44-cü testə baxaq. Sultanım xanım qasidi cəzalandırmaq qərarı ilə bağlı aşağıdakılardan hansı daha uyğun şəkildə dövrün idarəçilik və siyasi prinsiplərini əks etdirir? Biz burada biri götürəcəyik. Sərt və qətiyyətli mövqe. Orada görürsünüz, onları öldürtdürür. Yəni Sultanım xanım onlara bağışlamır. Bir də hakimiyyətin nüfuzunun qorunması onlar üçün ən əsas vacib idi. Diplomatik həll yolu olsaydı və yaxud da ədalətli, mərhəmətli idarəçilik olsaydı burada heç kim də ölməzdi. Cavab olacaq Y variantı. 45-ci testə baxaq. Mətnə görə demək olmaz. Dövlət həm xarici, həm də daxili qüvvələrə qarşı mübarizə aparır. Bəli, daxildən görürük ki, daxili qüvvələrə qarşı mübarizə aparır. Xaricdən də şəxsmal xətaya qarşı mübarizə aparırdı. Yəni, bir doğrudur. Avtomatik A getdi, D getdi, Y getdi.
Cavab ya B-dir, ya da C-dir. Sultanım xanımın qaynatasının başına nə gəldiyi heç kimə məlum deyil. Orada Fərrux Yasar səhv eləmirəmsə yer almışdı ki, onun yəni bilinmir də başına nə gəlib, sadəcə öldüyü məlumdur. 2 doğrudur. Sultanım xanımda Əbdülfəttah bəyin satqınlığına dair faktlar var. Burada satqınlığa dair heç bir fakt yoxdur. Sadəcə özünü göstərir. 2 və 3 bizim cavabımız olacaq. B variantı. O birisində deyir, vətən xainləri ifşa olunduqdan sonra bunu xalqa məlumat kimi verirlər. Bəli, bu da tamamilə doğrudur. Keçid alaq 46-cı testdə obrazlardan yalnız biri ilə bağlı cədvəli doldurun. Obraz yazacaqsınız. Obrazın xarakterik xüsusiyyətləri. Xarakterik xüsusiyyətlərə bir daha nəzər salaq ki, bəziləri xarakterik deyəndə görünüşünü yazır ki, ay boyu belədir, saçı belədir. Xarakterik münasibət kiminsə sadiq olmağıdır, kinli olmağıdır, cəsarətli olmağıdır. Belə deyək, səxavətli olmağıdır, mehriban olmağıdır, səmimi olmağıdır və yaxud da qonaqpərvər və yaxud da bunların tamamilə əksi, mənfi bir şey. Yəni bunlar xarakterik xüsusiyyətlərdir. Orada hər hansısa bir obrazı götürəcəksiniz. Məsələn, Sultanım xanımı xarakterik xüsusiyyəti nədir? Cəsurdur, cəsarətlidir, yeri gələndə qorxmazdır. Bunları qeyd edə bilərsiniz xarakterik xüsusiyyətlərinə. Bunu sübut edən məqamlar odur ki, məsələn, elçini səhvinə görə bağışlamır və vətənini çox sevir və ümumiyyətlə onları öldürtdürür. Belə bir cəsarəti də var idi. 47-ci testdə mətndə nöqtələrin yerinə mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə yazın. Gəlin baxaq görək. Mətn ümumiyyətlə bayaq qeyd elədik ki, bədii üslubda yazılıb. Bədii üslubdadsa obrazlı ifadələr yazılmalıdır. Dəhşətdən gözü kəlləsinə çıxan darğa xanımın ayaqlarına döşəndi. Bunu da qeyd eləyə bilərik məsələn. Bu tip ifadələri. 48-də deyir ki, mətnə əsasən cədvəli tamamlayın. Səbəb və nəticə verilib. Səbəb Sultanım xanım xalqa dəyər verirdi və bunun nəticəsi olaraq da xalqına yəni o qədər dəyər verir ki, xalqını bəyənməyən bir elçini götürür, edam etdirir. Bu tip ifadələr yaza bilərsiniz. Sultanım xanım nəticə hissəsində qeyd olunub ki, qasidə özünü kişi kimi qələmə verdi və bunun səbəbi nə idi? Çünki onun qaynatası belə deyək də, görünür ki, Fərrux Yasar həlak olub və yoldaşı da yox idi. O fikirləşir ki, mən nə edəcəm və buna görə özünü kişi kimi qələmə verdi. 49-cu testdə məğlub şahın xəzinə üzərində duraraq danışması ilə bağlı hekayə nəyi işarə eləyir? Ümumiyyətlə orada darğanın iç üzü açılır da o epizodda və darğanın iç üzünün açılmasına sirayət eləyirdi və eyni zamanda da pul düşkünlüyü, hansı ki pula uyan insanlarla bağlı olan bir şeydir də, bu tip ifadələr yaza bilərsiniz. 50-ci testə baxırıq. Mətndə qarşısında işarə qoyulmuş sözlərə əsasən cədvəli tamamlayın. Söz qaldırmaqdır. Mətndə işləndiyi funksiya poetik və ya informativ funksiyası. Burada əlini qaldırmaq informatik funksiyadır, yəni ki, həqiqidir, budur. Poetik funksiya isə sürünmə ifadəsidir. Yəni bir dənə qandan ötürü bu qədər sürünmə deyir, məcazi mənadadır bu isə. Digər bir xanada, yəni burada həqiqidirsə, siz burada məcazi deyə bir cümlə qeyd eləyəcəksiniz. Burada isə məcazidir əslində mənası. Burada isə onu ilə bağlı hər hansısa bir həqiqi mənalı versiyasını işlədə bilərsiniz. Belə əziz izləyicilər, bizim bugünkü sınağımızdan bu qədər. Videonu bəyənməyi və şərh bildirməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti video dərslərdə görüşmək üzrə.